Yol nişanlarını düzgün hərəkətlə öyrənək. Ərşad müəllim məlumatı hazırlayıb mən oxuyacağım və bu rubrikamızda sizi 1.13 sərt eniş və 1.14 sərt yoxuş nişanları ilə tanış edirik. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim edir. Bu nişanlar hərəkət üçün təhlükəli ola biləcək enişin və yoxuşun olması barədə xəbərdarlıq etmək məqsədi ilə tətbiq olunur. Nişanlar üzərində müvafiq olaraq enişin və ya yoxuşun sərtlik dərəcəsi faizlə göstərilir. Həmin faiz 100 metr irəlilədikdə neçə metr qalxma və ya enmə olduğunu ifadə edir. Eniş və yoxuşlar bir-birinin ardınca gəldikdə 1.13 və 1.14 nişanları müvafiq olaraq bilavasitə enişin və yoxuşun başlanğıcında qoyulur. Çünki belə halda onları qabaqcadan görmək mümkün deyil. Tək eniş və ya yoxuş olan yerdə həmin nişanlar başqa xəbərdarlıq nişanları kimi qabaqcadan, yəni yaşayış məntəqəsindən kənarda enişin və ya yoxuşun başlanğıcına 150-300 metr, yaşayış məntəqəsində isə 50-100 metr qalmış qurulur. Yolun eniş və ya yoxuş hissəsi bütövlükdə görünmədikdə və ya həmin sahənin uzunluğu 0,5 kilometrdən artıq olduqda 1.13 və ya 1.14 nişanı eniş və ya yoxuş hissənin uzunluğunu göstərən 7.2.1 lövhəciyi ilə tətbiq olunmalıdır. Qarşısında 1.13 və ya 1.14 nişanını görən sürücü yolun həmin sahəsində xüsusi ehtiyatlıq göstərməklə yanaşı, belə yol sahəsində hərəkətlə bağlı müəyyən edilən qaydalara da riayət etməlidir. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim etdi. Azparkingdən sürücülərə xatırlatma, yol hərəkəti haqqında qanunun 53-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi parklanma müddətinə görə etmiş ödənişi tamamladıqdan sonra 10 dəqiqə ərzində parklanma yerini tərk etməlidir və bu müddət üçün əlavə ödəniş tələb olunmur. Azparking rahatlığın yollara tətbiqidir. Bu tətbiq smartfonunuzda olsun, işiniz gün ərzində daha rahat olacaq.